Salam, hər vaxtınız xeyir olsun. Mən Könüllü İctimai Nəzarət İctimai Birliyin Salyan rayon təşkilatı. Bu video çəkməkdə məqsədim Salyan rayon Meliorasiya İdarəsidir. Yəqin ki, yəni qurun suları çəkən bir kollektor, böyük bir neçə kəndi əhatə edən kollektori qazıblar. Əgər buna qazmaq demək olarsa, düzü dövlət bura texnika ayırır, vəsait ayırır ki, bu tam qazılsın. Bu nə ürək açan qədər qazılmıb, lazımı qədər. Bir də ki, burada özlərindən sonra yaratdıqları mənzərə. Buyurun. Burada olan zir, zibil, yəni kollektorda olan zir, zibil hamısı yığılıb, tökülüb bura. Sabah bir külək vasitəsilə bunlar hamısı yenə də həmin vəziyyətə düşəcək, həmin kollektora. Bu da 93-cü ildə torpaq uğrunda şəhid olan şəhidimizin evi. Bu da şəhidin evinin qarşısı. Bəli, burada Nizami müəllim bu işə başçılıq eləyir. Bunun işləri, gördükləri iş bax budur. Bunlar güya bu kollektori qazıblar. Fikir verin. Burada, bura yolun qırağına palçıq töküblər. Bu da həmin bir mənzərə, özlərindən sonra saxladıqları mənzərə. Yəni, mən bunu çəkməkdə məqsədim odur ki, buna bir nəzarət eləsinlər. Yəni, bunu bir maşına yığıb, hər hansı bir qırağa aparıb tökə bilərdilər. Çox sağ olun. Mən Əli Əliyev, Salyan, Qarasala.